Qardaş var, valla zikr edir, deyir ki, haramda oturmuşam, kasıb qardaşdır. Oturmuşam haramda, orada da imkanlı qardaşlar var. Azərbaycandan da var, başqa dövlətlərdən də var. Və indi gedənlər görüb də, orada da bu axır 10 gündə, yəni etiqaf olan vaxtlarında kimin çayı varsa ən hörmətli adam olur. Yəni, çay məsələsi çətin məsələdir. Orada içəri daşımaq, getmək, belə şeylər. Deyir, orada da zəngin qardaşlar var. Hansılar ki, deyir, yəni onların özünün yanına xidmətçiləri zadı gəlir, gedir. Çayı, zadı, hər şeyi. Deyir, belə baxdım, deyir, sağa, sola, ürəyim çay istəyirdi. Deyir, yəni Azərbaycan uşaqları idi. Deyir, durub gedib desəydim ki, mənə çay verginən, sevə-sevə verərdilər. Nə olsun ki, zənginlər, hamısı qardaşlar, oraya gedən qardaşlar, Allah həmd olsun, yəni gözəl-gözəl, yəni gözəl əxlaqlı, gözəl ədəbli qardaşlarla söhbət ondan getmir. Adam deyir ki, gedib desəydim, deyir, mənə onu verərdilər. Sevə-sevə verərdilər. Lakin deyir, oturdum, dedim, subhanallah, haramdayam, Allahın evindəyəm, Allahdan başqasından necə istəyim çay? Deyir, elə gözümü yundum, dedim, ya Rab, səndən gözəl bir ikram istəyirəm, mənə ləhəm çay istəyir, ya Rab, mənə çay ver. Deyir, Allah subhanallah şahidimdir ki, deyir, başımı salıb aşağı Quran oxuyordum. Başımı qaldırdım ki, subhanallah, həmən o zəngin adam var, qardaş, imkanlı adam var, hansı ki, vallahi onu bəlkə də Azərbaycanda yanına getmək üçün cəmaat səbəb axtarır ki, getsin o qardaşa, nətər gedim onun yanına. Vallahi deyir, gördüm, düz qabağımda durdu, mənə dedi ki, əxizan, sənin üçün çay gətirim, nə ikram eləyim sənin üçün? Niyə bizlə gəlib çay içmirsən? Dur, otur, sənin üçün çay gətirəcəm. Deyir, vallahi utandım qardaşdan ki, subhanallah, qardaş mənə təzdən bir də qayıdıb çay gətirməsin deyənə. Deyir, getdim qardaşdan, dedim özüm ki, yəni Allah səndən razı olsun, ikram edirsənsə, sən gətirmə, ayıb olar, mən gətirərəm. Yəni qardaşlar, Allah subhanallah, vallahi yəni əkramul əkramindir. Yəni insanın xəstəliyinin, dərdin varsa, ilk ərz olunan yer dua, duadır qardaşlar. Sadəcə bax, biz nə qayırdıq qardaşlar? Bizim qəlbimizin zəifliyindəndir ki, bütün səbəblərdən yapışırıq, əl hər yerdən üzüləndən sonra nə edirsən? Deyir, gedim Allahdan istəyir. Lakin insan bilməlidir ki, Allah Azza və Cəllənin qapılar içərisində ilk döyülən qapı Allahın qapısı olmalıdır. İnsan bunda nə qədər yəqin olarsa, o qədər də yəni duasının gücü o qədər çox olur.